İzləyicilərimiz və sosial şəbəkədə hər kəs ki məni paylaşır, o sırf o qismi ki verilişimdə demişəm ki, mən atasız qızı oğluma almaram. Birincisi, mənim oğlum hələ yoxdur. İnşallah ki, mənim oğlum olar və inşallah ki də mənim oğluma sırf şəhid qızı qismət olar. Mən fikrimi bildirəndə mən o mənayla bildirmişdim ki, yəni öz həzzinə görə ana ki qızını atasız qoyur və yarı yolda buraxır yoldaşını və çıxır gedir və sahib çıxmır öz yoldaşına, onun çətin anlarında və s. və həmin qızın anasını, həmin ananın qızını mən öz övladıma, oğluma almaram. Amma belə atasız qız deyirsiniz, mən hər zaman atasız qızların yanında olmuşam. Mənim yanımda işləyən əməkdaşlarımın elə 90% atasız qızlardır. Yeri gəlmişkən mənim özüm atasız bir qızam. Sadəcə olaraq siz verilişdə bəzi nüanslar olur ki, onlar efirə getmirlər. Belə kadrları paylaşırsınız, amma yəni bəzən həqiqətən də mən elə verilişimin adı ki, sözün bitdiyi bir anda oluram. O qədər həyatım boyu mənim hədəfim olub ki, atasız qızların yanında olum və bunu bilənlər bilir və nə yazıq ki, bilənlər ağızlarını açıb bir kəlmə demədilər və nə yazıq ki, həmkarlarım belə, hansılar ki, sosial şəbəkədə tanınırlar, məni tanıya-tanıya, məni bilə-bilə bir propaganda aparırlar, amma mən yenə də deyirəm, məni onsuz da tanıyan tanıyır və mən hər zaman atasız namusuyla övlad böyüyən, rəhmətə gedən, şəhid olan atasız qızların mən gözlərindən öpürəm və hər zaman da yanındayım. Həmişə də olmuşam. Bu mənim boynumun da borcudur. Çünki elə birinci yetim burada özüməm, birinci atasız elə mənəm. İnsan min dənə yaxşılıq eləyər, onu heç kəs danışmaz. Və saf niyyətlə, təmiz niyyətlə bir fikir bildirər. Hansı ki, buna hamı sevinməlidir ki, mən bizim milli dəyərləri dəstəkləyirəm və mən qadınlara çağırış eləyirəm ki, uşaqlarınız atasız olmasın. Sizcə nə qədər məntiqə sığır? Mən sizin anlayışınız tərəfindən baxıram. Atasız qızı almaram və mən özüm atasızam. Yəqin ki, mən burada başqa bir şeyi nəzərdə tuturam ki, siz əgər verilişin əvvəlinə baxsaz, görərsiniz söhbət nədən gedir. Orada isə mənim fikrim odur ki, yəni atasız qız, atası rəhmətə gedən, atası şəhid olan, bunlar atasız hesab olunmurlar. Bunlar atalı qızlardılar. Mənim də atam rəhmətə gedib və mən onun şəkli ilə yatıb duran adamım. Atasız o mənada ki, anası öz həzzinə görə qızını atasız qoyur və bu efirdir və efirdə əfsuslar olsun ki, canlı yayındır. Hər bir fikrimiz çatdırıla bilmir. Çünki bəzi kəsintilər olur, efirə getmir və s. Canlı yayın belədir yəni. Canlı yayında bu hər bir aparıcının başına gələn bir şeydir. Bir çox aparıcının da başına gəlib və olsun. Gözəl oldu ki, mən çox adamı da tanıdım və hələ ki məni tanıyanlar var. Mən məni tanıyanlardan şokdayıram ki, axı məni tanıyırsınız, siz bilirsiniz, mən özüm atasızam. Və mən özüm atasız qızlar, mənim nə qədər həssas yerimdə, hər bir konferansda mən atasız bir 15-20 dənə atasız qız seçirəm ki, mən onlara təhsil verirəm, kömək oluram, oxutdururam. Atası olmayan qızları hər zaman ictimaiyyətləşdirirəm, onların bir savadlarını, biliklərini, ömür boyu arxalarını. Bunlar görünmədi. Mən əslində nə mənayla nəyi dedim, bunu necə fırlatdısa bu sosial şəbəkə heç başa da düşmədim, amma bu qədər də yəni abartmağa biraz ehtiyac qalmadı. Çünki bilənlər bilir, tanıyanlar da çox gözəl tanıyır və əfsuslar olsun ki, hələ ki eyni sahədən olan adamlar biz neçə məclisdə üz-üzə gələcəyik. O qədər həyatınızda hadisələr baş verib. Götürüb bölüşürsünüz məni, ya mən bölüşsəm, soruşsam sizin haqqınızda fikirlər, bu millət durub yazsa sizin haqqınızda öz bildiklərini, mən də onu onda ictimaiyyətləşdirim. Halbuki bəlkə də siz heç kəsə pislik eləmək istəməmişsiniz. Niyyətiniz tam təmiz ol. Amma elə bir əlinizə fürsət düşür ki, siz məni vura biləsiniz. Yəni o qədər bəzən gözünüz məni götürmür ki, gözünüzü dörd saxlamışsınız ki, bəlkə nəsə tutasınız. Amma elimizin gözü tərəzidir və çox şükürlər olsun ki, 1 milyon çıxışlarım var, harada atasız qızları dəstəkləyir.